Təntənəli şəkildə həyətə çay içməyə gedirik. Neyse çay demleyeyim. Yanına bir şeyler koydum. Biraz da ətirli olsun diye çaydan koyayım. Burada karpuz var. Bunu da koyaq. Yerləşməyəcək ama neyse. Bəli, mənim bu qonağımla yeni vlogdan hamıya salam. Görürsünüz burada balaca bir qonağım var. Həyətdə yemək yirdik. Bir də gördüm ki, bir göyərçin gəldi və yeməkdən ona da atıram. Rahat-rahat yəni yeyir. Çəkinmədən yeməyini yeyir. Onu xeyli yemlədim. Sonra getdi. Burada da kursa gedirik, məlum məsələ, kurslar başlayıb. Kursa gedirik və dönəndə biraz vaxt keçirmək üçün marketə gedirik. Yaxşı, gəl buradan da uşaqlar çıxır bura ki. Artıq evə qaydırıq. Evdə o qədər işlərim var ki, rayona gedəsi, amma heç bir əşya belə toplamamışam. Bir paltar belə bir kənara qoymamışam. Ona görə yəqin bir gün qabaq hər şeyi yığışdıracağım. Çünkü iş çox olur, uşaqlar, yenə deyirəm, kursa get gəl, heç bir şəkildə heç bir şey çatdırmadım. Burada da belə mini manqal elədik. Közdə kartof falan çox dadlı olmuşdu. Belə də tələm-tələsi bir şeylər elədik. Kebabın yanına nə gedər? Əlbəttə ki, salat. Bunu da hazırladım. Geçən yeməyimizi yedik. İnanın, ara-ara çəkə bilirəm. Çünki vaxt olmur, çatdırmıram. Ev, ora get, bura get. Çatdırmaq olmur işləri. Ona görə bacardığım qədər çəkilişləri edirəm.
Burada bazara gitmişdik. Orada böyle bir market var. Oraya girdim. Deməli bazarda qızma ayaqqabı aldıq və daha sonra rayona getmək üçün biraz alışveriş elədik. Biraz rayon yeridir. Uşaqlar üçün bir şeyler aldım ki, orada həmişə marketə düşmək olmur. Biraz məsafədədir, yəni market. Ona görə bir şeyler alıram ki, uşaqlar nəsə istəyəndə yesinlər. Bütün işləri ən sona saxlamışdım. Yığışmaq, alışveriş. Ona görə çatdıra bildim. Yəni bir təhər çatdırdım belə deyim. Çox yoruldum. Mən həmişə 2-3 gün qabaqcadan geyimlərdir falan bunları səliqəyə salıram, ütüləyirəm, yığıram bir qismini. Amma nədənsə bu il çox gec hazırlaşdım. Hamısı son günlərdə etdim. Ona görə çox yoruldum. Burada da var. Ne yadıma düşüyor. Saklı istiyor mu? Bilmiyorum. Çok istiyor. Nerede? Ne? Bu sabah piraşkilərində yolluq olaraq hazırlamışam. Bunlar çox yumşaq olur, çox dadlı olur. Buna görə yol üçün dedim bunu hazırlasam yaxşı olur. Yeni vlogdan hamıya salam. Gördüyünüz gibi hazırlaşmışıq, rayona gedirik. Deməli bunları hazırladım. Bunları hazırlayanda çəkmədim çünki uzun çəkir, biraz da vaxt aparan bir şeydir deyə ona görə çəkmədim. Belə hazır formada çəkirəm. Yəqin ki vlogu izləyəndə biz artıq rayonda olarıq və evləri də qəşəng yığışdırdıq, hər şey yerində. Yola düşürük rayona. Bir müddət orada olarıq. Deməli uşaqların çantaları, bunlar da bu arkadakı oyuncaq, dərman falan, bunlar da paltar. Deməli hərənin bir sumkası. Bu da yolluqdur. Daha sonra burada nədir? Burada da abur cubur, nə bilim uşaqlara bir şeyler almışam.